hərracda sifarişçi iştirak etmədiyi və ya qalib olmadığı halda ödədiyi 10% beh geri qaytarılırmı? Sifarişçi tərəfindən hərracda iştirak edib münasibət bildirilmədiyi, qalib olmadığı və ya sifariş verdikdən sonra hərracda iştirak etməkdən imtina etdiyi hallarda ödəmiş olduğu 10% məbləğində beh geri qaytarılır. Bunun üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət etmək lazımdır. Ərizəyə vəsaiti qaytarmaq üçün bank hesabı, şəxsiyyəti təsdiq edən sənədin surəti və ödənmiş behin məbləğini əks etdirən qəbzin surəti əlavə olunmalıdır. Beh üçün ödənilən məbləğ şəxsin bank hesabına köçürülür.